Və analiz nəticəsində biz artıq dəqiq biləcəyik ki, burada bakterial mənşəli infeksiyadır, yoxsa virus mənşəli infeksiya. Öskürəyinə görə təqdim elədiyim, yəni yazdığım resepti uyğun hərəkət eləyirsiniz, inqalyasiyasını falan. Bir dənə qalır ki, baxaq ki, hansı mənşəli infeksiyadır. Ondan sonra biləcəyik. Ay doktor, bəs banka qoymaq olar? Uşaq vaxtı bizə çox qoyublar, elə qəşəng də xeyir eləyirdi. Neçə yaşı var uşağın? 2 yaşı var. 2 litrlik balon qoysa daha təsirli olacaq. Banka balacadır. Yəni balaca uşaqlara yarım kiloluqlar gedər, amma 2 yaşı varsa 2 litrlik balon, 3 litrlik balon. Təbii ki, olmaz. Bu bir zarafatdır. Məsələ burasındadır ki, əvvəllər Sovet dönəmində bronxit, pnevmoniya və bu kimi durumlar olanda uşaqlara, böyüklərə də tövsiyə edirdilər. Ancaq son dönəmlərdə bunun effektivliyini haqqında heç bir məlumatımız olmadığına görə, yəni sübut olmadığına görə balaca uşaqlara banka qoyulması qəti qadağandır. Səbəbləri də bundan ibarət ki, ilk öncə banka qoyduğunuzda orada vakuum nəticəsində əks təzyiq baş verir və həmin nahiyyə, banka qoyulan nahiyyə birdən-birə qan axını şiddətlənir, həmin toxumalarda spazm baş verir və xırda nekroz, yəni banka altında qalan toxumalarda nekroz baş verir, həmin toxumalar ölür və uşağa eyni zamanda müalicə əvəzinə biz belə deyək də şiddət göstərmiş oluruq. Eyni zamanda da əgər uşaqda müxtəlif yuxarı tənəffüs yolları ya aşağı tənəffüs yolları infeksiyaları varsa, həmin nahiyyə biz əlavə yükləmə olaraq qanı qovmuş oluruq və ödemin, xəstəliyin ağırlaşmasına gətirib çıxara bilərik. Banka altında olan nahiyələrdə eyni zamanda xırda ağrılar da baş verə bilər. Kiçik yaşlı uşaqlarda da bu ağrılar da ağrı şokuna da gətirib çıxara bilər. Məhz buna görə əgər övladınızda yuxarı tənəffüs yollarının yaxud aşağı tənəffüs yollarının hər hansı bir xəstəliyi varsa, banka kimi metodlardan uzaq durmağınızı tövsiyə edirəm.